Salam cənablar, investorlar və treyderlər. Əlaqə layihəsi Guru Markets. Şirkət üçün ümumi məlumatlarla başlayaq. İstəsəniz dayana bilərsiniz. Tədqiq olunan təşkilatın bütün parametrləri ilə daha yaxından tanış ola bilərsiniz. İndi isə şirkətin cari fundamental göstəricilərinə baxaq. Driven Brands Holdings, ticker DRVN. 22 aprel 2025-ci il tarifinə olan məlumatlara əsaslanan baxış. Təsnifatına görə Guru Markets təşkilat Driven Brands Holdings alt kateqoriyaya aiddir. Autoparts qiymətləndirmədə 38 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonunda son həll yollarına baxacağıq. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan -7,5. Alt kateqoriya üzrə orta nəticə 2,4 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Ümumi bazar üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. Dan -7,5 bala qarşı Driven Brands Holdings. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Driven Brands Holdings Inc və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərini görəcəyik. Driven Brands Holdings %8,2 dəyişiklik göstərdi. 6,5% alt kateqoriyası üçün qiymət dəyişikliklərinə qarşı. Bu açıq-aydın heç nəyi göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Driven Brands Holdings 2,59 milyard dollardır. 270 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Driven Brands Holdings Inc 0,959% paya malikdir. Alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,61 milyard dollar həcmində qiymətləndirilir. Və alt kateqoriyanın balans kapitallaşması 68 milyard dollardır. Driven Brands Holdings Inc 0,891% pay təşkil edir. Bazar və balans dəyərinin işğal edilmiş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görürük. Paylaş Driven Brands Holdings bazar dəyəri qiymətləndirilərkən alt kateqoriyada 0,959% təşkil edir. Balansın kapitallaşması 0,891% təşkil edir. Bu, bazar dəyərinin payından 7% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, pis, -1 bal. Təhlil edilən şirkətin borcları 4,68 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 666,9%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə çox pis, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici 19,6-dır ki, bu da alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar dəyərinin mənfəət göstəricisinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -287 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin ilkin olaraq 251 milyon dollar olacağı gözlənilir. Bu da indikindən 12,4% azdır. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,1-dir. Alt kateqoriya üzrə orta göstərici 0,9-dur və bu alt kateqoriyadan 22% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fond bazarı dəyərinin gəlir göstəricilərinə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda gəlir 2,340 milyon dollar olub.
Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış göstəricilərinin qiymətləndirilməsi pis, -1 bal. Satış marjası -12,3%, alt kateqoriyada isə orta hesabla 4,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 17,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi dözümlü -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,875% təşkil edir. Bu, bazar kapitallaşma payından 10% azdır. Və bu fakt şirkətin bazar dəyərindəki balanssızlığı əks etdirir. Driven Brands Holdings çox güman ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $242.000. Alt kateqoriya üçün isə $221.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 9,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisi üçün mənfəətin məbləği $26,800. Alt kateqoriya üçün orta $11,300. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 138% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi dözümlü -0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $219.000. Alt kateqoriyaya görə $235.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 7%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən gəlir payının qiymətləndirilməsi dözümlü -0,5 bal. Satış əməliyyatlarının həcmi 15,9%, alt kateqoriya üzrə orta hesabla 2,5% təşkil edir. Bu mümkün qısa sıxılmanın qiymətləndirilməsidir. Göstərici ROAS 14 şirkət üçün %43 səviyyəsini göstərir. Driven Brands Holdings. Alt kateqoriya üçün ROAS səviyyəsi 14,44%dir. Potensial olaraq, alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Driven Brands Holdings. Şirkətin cari səhm qiyməti təxminən $15,78. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $20,9 civarındadır. Faktiki təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 27%dir. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin təhlili əsasında Driven Brands Holdings. İnformasiya sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $15,77 qiymətinə satmaq üçün sifariş açın. Sifariş şirkətin nisbətən aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelindən, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 13,94 səviyyəsində müəyyən edilmişdir. Stop loss 17,6 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 22 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə.
Ticker, MGA, əsas alış sifarişinə çevriləcək. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş kari qiymətlə müəyyən edilir. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Markets.